Kim istəyir ən güclü adam olsun, Allaha təvəkkül eləsin. Bax, gücdən danır. Qüdrət istəmirsən, hər şeyə gücün çatsın, gedib onun qapısında əzilmə. Vasitələrin qapısına gedib, dəqiq də get, vasitəyə müraciət elə, hesabla, hamısı öz yerində. Amma arxalanma, get bir qüdrəti arxalan ki, deyim mən sən, qüdrət məndədir. Bu qapısına getdiyin o vasitələr var, hamısını məndən zərrə qüdrət vermişəm, onu dəqiqədə ala bilərəm, hər an. Onun qapısında gedib özünüz aciz eləmə. Mənə söykən, səni öz qüdrətimə şərik eləyim. Yəni, mən Allahın qüdrətini verdim sənə. Get nə qədər istəsən bəhrələn. İxtiyarındadır sənin. Həzrət Cəbrail, Həzrət Peyğəmbərə deyir ki, bilirsən təvəkkül nədir? Allah sənə xəbər verir ki, mənə deyib ki, sənə deyim bunları. Əl-ilm bi-ənəl məxluq la yadurru və la yənfə. Deyir ki, təvəkkül budur ki, biləsən məxluq, yəni yaranmışdan. Sənə nə xeyir gələr, nə zərər. Bunu bilmək təvəkküldür. Heç kəsdən sənə nə xeyir gələr, nə zərər. Və la yu'ti və la yəmnə.